Bu ilik kebabı bəlkə də mənim ən sevdiyim ürünlərdən biridir. Həm çox dadlıdır, həm də faydası dəhşət çox. İndi bilmirəm siz sevirsiniz yoxsa yox. Kamera qabağında ağzımı marçıllada yemək yeməyi mən də çox yaxşı bacarıram. Sadəcə o cür videolar mənə tərsdir. Bu əziyyətin qarşılığında da sadəcə sizdən gözlədiyim videonu bəyənib takip eləməkdir. Vəssalam.